Avstraliya materiki hansı işıqlanma qurşaqlarında yerləşir? İşıqlanma qurşaqları sərhədləri tropiklərdir və qütb dairələridir. Yəni ki, tropik arası 23,5 cənub en dairəsi, 23,5 şimal en dairəsi. Bu olacaq tropik, 23,5 66,5 şimal en dairəsi olacaq mülayim, 66,5-dən 90-a kimi olacaq qütb işıqlanma qurşağı. Yəni, eynilə şimalda da, cənubda da 66,5 cənub mülayim, 66,5 90-a cənub qütb işıqlanma qurşağı. Deyir, Avstraliya materiki hansı işıqlanma qurşağı? Avstraliya materiki biz bilirik ki, cənub tropiki Avstraliya materikini kəsir. Ona görə burada yerləşdiyi üçün Avstraliya təxminən bax, burada yerləşdiyi üçün onda cənub mülayim, bir də tropik işıqlanma qurşağında yerləşir. Cənub mülayim, bir də tropik 2, 5 B variantı. Günəş şüanın günorta vaxtı minimum düşmən bucaqlara bərabər olan iki məntəqə arasında ən qısa məsafə 22 milyon 200 min miqyas xətti 20 sm. Bu məntəqələrin coğrafi enliklərini müəyyən edir. Günəş şüanın günorta vaxtı minimum düşmən bucaqları bərabər olan. Minimum düşmən bucaqları nə qədərdir? Bərabərdir. Yəni, iki məntəqə, elə iki məntəqəni tapmalıyıq ki, minimum düşmən bucaqları bərabər olsun. Əgər eyni məntəqəyə minimum düşmən bucaqları bərabərdirsə, deməli, bunlar arasındakı dərəcə fərqi, yəni, belə deyək də, ekvatora qədər dərəcə fərqi eynidir. Çünki eyni olmasa, bunların deyək ki, minimum düşmən bucaqları bərabər ola bilməz. Məsələn, deyək ki, bu ekvatordur, ekvator və iki məntəqədir. Əgər bunların minimum və maksimum düşmən bucaqları bərabərdirsə, yəni ikisi də ekvatordan eyni məsafədə, yəni 10 şimal en dairəsi məsələn, 10 cənub en dairəsi bu formada yerləşməlidir. İndi gəlin məsələnin şərtini eləyək, sonra buna qayıdarıq. İkincisiyə baxaq. Məsafə deyir, bu miqyas xərtidə bu qədərdir. Deməli, bizim verilənləri yazaq. Birinci addım. Verilənləri yazırıq. Miqyas bərabərdir 1 bölünsün 22 milyon 200 min. Bunu kilometrə çevirək, bölək 100 minə. 100 minə böləndə, niyə 100 minə? 1 kilometr 100 min santimetrdir. Ona görə bölük 100 minə. 100 min. 100 minə böləndə 5-dən 0 silirik, olacaq 1 santimetrdə 222 kilometr. Sonra deyir, xəritə məsafə. Xəritədəki məsafə bərabərdir 20 santimetr. Yəni, bu birinci addım. İkinci addım. Tənasübümüzü yazaq. 1 santimetrdə miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Verilənləri yazaq. 1 santimetrdə miqyasımız 222 kilometr. Xəritə məsafəmiz 20 santimetr. Həqiqi məsafə. Buradan da həqiqi məsafəni tapmaq üçün həqiqi məsafə bərabərdir. Çarpaz vururuq. Vurulsun 1. Bu da 20 vurulsun 222. Buradan da həqiqi məsafəni tapsaq, deməli, həqiqi məsafə bərabərdir. Vurulsun 24.440 kilometr. Deməli, bu iki məntəqə arasındakı məsafə 4440 kilometrdir. 4440 kilometrdirsə, deməli, ya biz dedik ya, minimum düşmən bucaqları bərabərdirsə, ekvatordan məsafələri eyni olmalıdır. İndi tapdıq həqiqi məsafə 4440 kilometr. Yəni, indi biz ekvator çəkək. Ekvator. Və ekvator çəkən zaman, yəni biz bu məsafə 4440 kilometr. 4440. Deməli, burada biz kilometr verilib, biz nəyə çevirməliyik? Dərəcələrə verilib. Çünki dərəcələrlə verilib. Dərəcəyə çevirməliyik. Yəni,
Bunu dərəcəyə çevirək. Biz bilirik ki, meridianla gedirik. Meridianla. 1 dərəcə meridian qoyulsun tənasibini qururuq. 111 kilometrdir. X dərəcədə 4440. Buradan da x vurulsun 111 bərabər 4440. X-dir bərabərdir. Tənasib qurduq. Buradan da 4440-ı bölü 111-ə. O da bərabərdir 40 dərəcə. Deməli, buradan bura kimi olacaq neçə dərəcə? 40 dərəcə. İndi gəlin baxaq ki, bunlardan hansılar 40 dərəcədir. Amma eyni məsafədə, eyni bərabərlikdə. Bunlar 20 cənub, 40 cənub. Bu da 20 dərəcədir. Çünki eyni yarımkürə çıxırıq. 40 şimal, 40, 80 dərəcədir. 5 şimal, 30. Fərqli olduğu üçün 40-dır, amma fərqli yarımkürə, fərqli dərəcələr. Ona görə minimum düşmə bucağı eyni ola bilməz. Burada da 40-dır, amma yenə eyni deyil. Cavab C variantı. Şəkildə günəş şüalarının günün fərqli saatlarına A məntəqəsinin düşmə bucağı göstərilmişdir. Buna əsasən bu məntəqələrin şaquli basdırmış diləyin kölgəsinin günəşin hansı vəziyyətində daha uzun olduğunu müəyyən edin. Və biz dedik ki, günəş şüalarının düşmə bucağı dəyişdikcə onun kölgəsi də dəyişir. Kölgəsinin uzunluğu da dəyişir. Və burada deyir ki, daha uzun axtarır. Ümumiyyətlə, kölgə nə qədər düşmə bucağı artdıqca kölgə uzanır. Düşmə bucağı azaldıqca kölgə də qısalır. Yəni, bu da əksi də doğrudur. Biz orada, məsələn, 90 dərəcə düşürsə, kölgə 0-dır. 45 dərəcə düşürsə, həmin o dirəyin uzunluğuna bərabərdir. Yəni, 1 metr dirəkdirsə, 1 metr də özünə bərabərdir. 60 dərəcə düşürsə və deməli, dirəyin yarısına bərabərdir. Məsələn, 1-dirsə olacaq 500 sm kölgə. 30 dərəcə düşürsə, deməli, 30 dərəcə düşürsə, 1-dirsə olacaq 2 metr kölgənin uzunluğu. İndi burada deyir, daha uzun. Daha uzun olursa, deməli, düşmə bucağı artdıqca kölgə uzanır. Daha doğrusu, artdıqca yazmışam, kölgə qısalır, üzr istəyirəm. Qısalır. Düşmə bucağı artdıqca kölgə qısalır. Deməli, burada baxsaq, 5, 1, 2, 3, 4, 5 bu formada gedir və burada ən kiçik düşmə bucağı 1-dir. Kiçik düşmə bucağı olduğu üçün kölgə də daha uzundur. Amma ən böyük düşmə bucağı 4-dür. 4-də kölgə qısadır. Ona görə biz, bir daha deyirəm, düşmə bucağı artdıqca kölgə qısalır. Düşmə bucağı azaldıqca kölgə böyüyür. Cavab A variantı. Xəritə sıxanda verilmiş məntəqələrin hansılar gecə-gündüz uzunluğu il ərzində daha çox dəyişir? Gecə-gündüz uzunluqları ekvatorda demək olar bərabərdir. Il ərzində daha çox dəyişir. Gündüz uzunluğu il ərzində. Qütbə yaxın ərazilərdə gecə-gündüz uzunluğu daha çox dəyişir. Burada da 4 məntəqəsi daha uzaqdadır. Ona görə D variantı. Gecə-gündüz, payız gecə-gündüz bərabərliyi. Payız gecə-gündüz bərabərliyi deyən kimi biz ilk olaraq yazırıq. Birinci addım. Payız gecə-gündüz bərabərliyi deyəndə, deməli, günəşin zenitdə olduğu məntəqə. Deməli, ekvatorda 0 dərəcə. Ekvator. Günorta vaxt günəş şüaları 80 dərəcədən daha kiçik bucağı altında düşdüyü enlik günəşin düşmə bucağı. Günəşin düşmə bucağı 80-dən daha kiçik. Yəni, günəşin düşmə bucağı 80-dən kiçik olmalıdır. Yəni, birini 80-ə bərabərini tapaq. Ekvatorun zenitdə olanda günəşin düşmə bucağı bərabərdir. 90 çıxılsın, deməli, verilən məntəqənin coğrafi enliyi. Deməli, bu 80-dən kiçik olmalıdır. 90 çıxılsın. 80-dən kiçik olması üçün
Verilən məntəqənin coğrafi enliyi neçədən böyük olmalıdır? 10-dan. 10-dan böyük olmalıdır. Və ondan böyük olanda, deyək ki, 11 götürəndə olur 79, 80 ondan böyükdür. Cavab, burada da 12 götürəndə 12 qoysaq yerinə olacaq 78. 78-də D variantı. Yaz gecə gündüz bərabərliyi. Yenə yaz gecə gündüz bərabərliyi deyən kimi ilk olaraq deməli yaz gecə gündüz bərabərliyi deyən kimi günəşin zenitdə olduğu məntəqə bərabərdir. Bərabər ekvator. Bu da 0 dərəcə enlik. Gün hansı ölkədə payız fəslinin başlandığı? Yaz gecə gündüz bərabərliyində şimal yarımkürəsində yaz başlayır. Yaz. Cənubda payız. Onda cənub yarımkürəsində olan ölkədə Y variantı. 23 sentyabr şimal yarımkürəsində günəş şüaının günorta vaxt 40 dərəcə uzaqlığa düşdüyü məntəqə ilə Bakı arasında məsafə, həqiqi məsafə hesablayaq. Birinci hissəni hesablayaq, sonra keçək bura kimi hesablayaq sonra. Yəni 23 sentyabr deyən kimi yazırıq ki, günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Bu da bərabər 0 dərəcə. Deməli, günəş şüalarının günorta 40 dərəcə bucaqlığına düşdüyü günəşin düşmə bucağı bərabərdir 40 dərəcə. Bu ikinci addım. Bu birinci addım. Verilənləri yazmaq. İkinci addım. Günəşin ekvatorun zenitdə olan düsturunu yazaq. Günəşin düşmə bucağı. Günəşin düşmə bucağı bərabərdir. Bu ancaq bu tarix üçün doğrudur. 23 sentyabr, 21 mart üçün. 90 çıxılsın. Deməli, verilən məntəqənin coğrafi enliyi. Verilənə yazaq. Günəşin düşmə bucağı 40 bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi. Buradan da verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 40. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 50 dərəcə. Deməli, həmin məntəqə 50 dərəcədir. Şimal yarımkürəsi deyirsə, burada da diqqət eləmək lazımdır. Şimal yarımkürəsi deyirsə 50 şimal endarəsi. Deməli, həmin məntəqəni tapdıq. 50 şimal endarəsi. İndi deyirik ki, ikinci hissəyə keçək. Məsələnin ikinci hissəsinə. Bakı şəhəri ilə həqiqi məsafəni tapın. Deməli, Bakı şəhəri 40 şimal endarəsi. Bakı. Bu da həmin məntəqə 50 şimal endarəsi. Bunlar üçün həqiqi məsafəni tapın. Bura. Meridianla gedirik və meridianla gedəndə bizim düsturumuz belədir ki, 1 dərəcə meridian qoysa 111 kilometr, x dərəcə həqiqi məsafə. Deməli, gedilən x dərəcə, yəni və yaxud da gedilən dərəcə. O da ola bilər, belə də ola bilər. İndi burada bizim gedilən dərəcəni bilək ki, həqiqi məsafəni tapaq. Deməli, gedilən dərəcədə bərabərdir. 50-dən 40-a getmişik. 50-dən 40-a gedəndə 50 şimal endarəsi, 40 şimal endarəsi. İkisi də şimal olduğu üçün dərəcə fərqini çıxırıq. Bərabər 10 dərəcə. Gətirək yerinə qoyaq yazaq. Deməli, 10 dərəcə fərqimiz var. 1 dərəcə 111 kilometr, 10 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir. 111 vurulsun 10. Həqiqi məsafə də bərabərdir 1110 kilometr. Cavab D variantı. Yerin peyki olan ay işıqlı tərəfində temperaturun çox yüksək olması baxmayaraq, istənilən cismin kölgəsində uzun müddət qalan kosmonavtın qanı dona bilər. İstənilən cismin kölgəsi uzun müddət qalan kosmonavtın qanı dona bilər. Bu fenomenin səbəbi nədir? Əlbəttə ki, burada atmosferin olmamasıdır. Çünki istilik qalmır, istilik gedir. Ona görə burada temperatur daha aşağı düşür. Verilmiş əlamətlər Günəş sistemi hansı planetdən? Karbon qazından ibarət atmosferi vardır. Yer planetinin qonşusudur. Şərqdə Dan ulduzu, Zöhrə ulduzu kimi. Deməli, Yer planetinin qonşusudur. Şərq Dan ulduzu və Zöhrə ulduzu P2 mövcud deyil. Bu olur Venera. Sxemasının P2-ləri olmayan planetləri, daxili planetlərdən Merkuridir, Veneradır. Bunların P2 yoxdur. 1, 2, A variantı. Günəş ekvatoru zenitdə olan
Gün hansı coğrafi enlikləri günorta vaxt şüaqlı basılmış dirəyin kölgələr uzunluğu dirəyin öz uzunluğuna bərabərdir. Biz dedik ki, dirəyin uzunluğu kölgənin uzunluğuna bərabər nə zaman olur? 45 dərəcə düşəndə. Deməli, günəşin düşmə bucağı bərabərdir 45 dərəcə olanda, deməli, kölgənin uzunluğu dirəyin öz uzunluğuna bərabərdir. Deməli, kölgə bərabərdir dirəyin uzunluğu. Uzunluğu 45 dərəcə olanda, günəşin düşmə bucağı 45 dərəcə olanda kölgə dirəyin uzunluğuna bərabərdir. Gəlin 45 dərəcəni tapaq ki, ekvator zenitdədirsə, günəşin zenitdə olduğu məntəqə ekvator. Bu zaman düşmə bucağının günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Günəşin düşmə bucağı da 45 dərəcə. 45 dərəcə bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 45. Bu da bərabərdir verilən məntəqənin coğrafi enliyi bərabər 45 dərəcə. 45 dərəcədir və biz bilirik ki, ekvator zenitdə olanda günəş şüaları bərabər paylanır. Bərabər paylandığı üçün, yəni ikisi də 45 şimal, cənub və şimal enliyinə günəş şüaları bərabər düşür. Ona görə olur şimal və cənub enli dairəsi. Cavab E variantı.